Bura Göyçay rayonudur, Nizami küçəsi. Gördüyünüz bu çoxillik şam ağacları neçə illərdir ki, bu küçəyə gözəllik verir, oksigen verir. Amma indi bu ağaclar göz görə-görə işgəncə ilə məhv edilir. İnana bilməyəcəksiniz, amma kimlərsə bu ağacların gövdəsini qəsdən deşib içinə kislata, yəni turşu tökürlər. Məqsəd nədir? Ağacı kökündən, içindən yandırıb qurutmaq. Bəs bu vəhşilik kim və niyə edir? Əslində hər şey göz qabağındadır. Tam bu ağacların düz yanında böyük bir obyekt tikilir. Görünür bu nəhəng şam ağacları kiminsə biznes planına, tikəcəyi obyektin fasadına mane olub. Ağacı kəsməyə icazə ala bilməyəcəklərini bildikləri üçün çox hiləgər və qəddar bir yol seçiblər. Gizlicə kislata töküb qurudurlar ki, sabah bəhanə eləsinlər ki, ağac özü qurumuşdu, məcburi kəsdik. Bu sadəcə özbaşınalıq deyil, bu təbiətə qarşı edilən açıq-aşkar cinayətdir. İndi isə gələk əsas suallara. Buradan həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, həm də Göyçay rayon İcra Hakimiyyətinə müraciət edirik. Hörmətli rəsmilər, bu boyda küçənin ortasında hər gün yüzlərlə insanın keçdiyi yerdə ağacların içinə kislata tökülür, qəsdən məhv edilir. Siz bunu doğrudanmı görmürsünüz? Bu obyektin sahibi kimdir ki, qanunları belə rahatca heçə saya bilir? Kim bu insana bu cür cəsarət verir? Biznes qurmaq, obyekt tikmək olar, amma buna təbiəti, Göyçayın gözəlliyini zəhərləyərək etmək olmaz. Ekologiya Nazirliyi təcili bura nəzarət etməli, bu ağacları xilas etmək üçün ekspertlər göndərməlidir. O kislata tökən şəxslər isə qanun qarşısında cavab verməlidir. Bu məsələnin sonuna qədər təqibçisi olacaq. Gəlin ağaclarımızı göz görə-görə qətl edilməsinə səssiz qalmayaq. Bax, buranı deşiblər, kislata vurublar ağaçlara, baxın, qurudurlar ağaçları. Baxın, burada da şam ağacıdır, böyük. Burada da baxın, deşiblər, kislata vurublar, əks tərəfdə də var. Bu da şam ağacıdır, həmən ağac böyük. Şam ağacı, bu da büyük şam ağacı, böyük. Buradan bax, kislata vurublar burada. Bu da bir hissəsi. Sonra bu büyük şam ağacı, böyük. Bunu da deşiblər, baxın. Əks tərəfdən də vurublar. Buradan da. Bu da bir şam ağacı, hamısını bax deşiblər, kislata vurublar, ağacları qurudurlar. Ha, burada yoxdur ki. Bax, bura kimi elə. Burada da obyekt tikirlər, böyük bir bina kimi nəsə tikirlər. Neçə illik şam ağaclarına kislata vurublar, qurudurlar ki, kəssinlər ağacları. Baxın, hamısında deşik var. Baxın, hamısında deşik var. Böyük şam ağaclarıdır, neçə illik. Tarixi şam ağaclarıdır bunlar hamısı. Baxın, bunlarda da var. Baxın, bunda da var. Burada Nizami küçəsidir, Göyçay rayonu. Nizami küçəsi, bax, binada budur, burada tikilir. Obyekt, bu şam ağaçlarıdır. Yolda burada, bu da Nizami prospekti.